Barselona klubunun transfer etmək planını öyrənən Atletico Madrid rəhbərliyi hücumçu Julian Alvarez'in transferi üçün 200 milyon avro qiymət təyin edib. Kataloniya klubu 26 yaşlı Argentinalını Robert Lewandowskiyə potensial əvəz kimi hesab edir. Hazırki hücumçunun müqaviləsi 30 iyun 2026-cı ilə qədərdir. Komandanın növbəti yay hücum xəttini gücləndirmək əsas hədəflərindən biridir və Alvarez bu planın önündə durur. Atletico qiymətləndirməsini Barselonaya rəsmi şəkildə çatdırıb, baxmayaraq ki, futbolçunun müqaviləsində 500 milyon avro azadlıq maddəsi mövcuddur. Argentina mətbuatında isə iddia olunurdu ki, La Aranya dünya çempionatından sonra Barselonaya qoşulmağa qərar verib. Lakin futbolçuya yaxın mənbələr Mundo Deportivoya bildirib ki, hələlik heç bir danışıqlar və ya rəsmi addımlar atılmayıb. Hazırda Barselonanın marağı real görünür, lakin hər hansı transfer üçün əhəmiyyətli maliyyə resursları tələb olunacaq.